sual cümlələrinə tag questions və yaxud disjunctive questions deyilir. İlk növbədə onun əmələ gəlmə üsuluna baxaq. Qeyd edim ki, bu sual cümləsi iki hissədən ibarət olur. Nəqli hissə və sual hissəsi. Əgər nəqli hissə təsdiqlədirsə, bu zaman ikinci hissə inkar formada olur. Gəlin nümunələrdə baxaq. Məsələn, you study at the university, don't you? She's your sister, isn't she? Əgər cümlənin birinci hissəsi inkardadırsa, bu zaman ikinci hissə təsdiq formada olur. Məsələn, you don't study at the university, do you? She's not your sister, is she? Onu da qeyd edim ki, əgər sizin cümlədə hardly, never, no longer, any longer varsa, bu zaman ikinci hissə təsdiq formada olacaq. Məsələn, she has never been to Italy, has she?